Çıxanmır bu qoxudan. Uşaqların bayıra çıxardanmıram. Cücə fabrika açılandan bəri hər gün bu iyi var. Heyvan dışqısını gətirirlər, tökürlər buralara, atırlar bir yerə. Nəfəs almaqda çətinləşirik. Mənim özüm də bronxitəm, bronx xəstəsiyəm. Yəni hal-hazırda çox çətindir. Şəmkir sakinləri deyir ki, artıq bir neçə aydır ki, günün müxtəlif saatlarında ətrafı üfunət bürüyür. Problem təkcə Şəmkir şəhəri ilə məhdudlaşmır. Yaxınlıqdakı Yeni Həyat, Çinarlı və digər kənd sakinləri də bu narahatlığı yaşayır. Küləkli, yağışlı havada isə vəziyyət daha dözülməz həddə çatır. Quş fermasının iyisidir. Yəni o zadında adam iyiden işe çıxa bilmir o xoş havalarında. Uşağımız evdə oturanda yeməyi qavağa qoyuruq, deyir amma iydən yemək yeyiləsi olmur. Üfunət yiyilənir, çölə çıxılası olmur. İydən qoxdan dünyamızı, hər yerimizi dağıdır. Üfunət yeyir, heç durulası olmur. Ən çox da səhər, günorta, axşam yəni mümkün yox ki, iydən durmağa. Çox xahişlər eləmişik, çox şikayətlər eləmişik. Baxan yox. Sakinlər iddia edir ki, üfunətin yayılmasına səbəb İlxan Əliyev adlı sahibkara məxsus quşçuluq müəssisəsindən çıxan peyinin ətrafa yayılmasıdır. Quş peyini əkin sahələrinə gübrə əvəzi verilir. Nəticədə ətrafı pis qoxu bürüyür. Şəmkir quşçuluq fabrikindən çıxarılan peyin arxada gördüyünüz əraziyə maşınlarla daşınır və orada bir kütlə olaraq həmin əraziyə tökülür və onda qeyd edim ki, həqiqətən durduğumuz ərazidə çox kəskin bir üfunət qoxusu var. Sahibkar İlxan Əliyev isə ittihamlarla razılaşmır. ATV xəbərə bildirdi ki, onun ərzaqlıq buğda və qarğıdalı əkdiyi sahələr var. Gübrənin qiyməti baha olduğundan eyni zamanda torpağı çirkləndirməmək və təmiz məhsul olmaq üçün sahələrə gübrə əvəzinə peyin səpirlər. Sahibkar deyir ki, qoxu həmin ərazidə cəmi bir neçə saat ərzində qalır. Quşçuluq fabrikinə gəldiyində isə müəssisə bu ərazidə hələ Sovetlər dönəmindən var. Sonralar bir neçə dəfə fəaliyyəti dayansa da, son zamanlar yenidən işləyir və hazırda yumurta istehsalı ilə məşğuldur. Sakinlərin şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etdik. Novruz bayramı ilə əlaqədar iş günü olmadığından Nazirlikdən məlumat almaq mümkün olmadı.